Hətta insanın ömrünə də təsir eləyən insanın əməlləridir. İmam deyir, sizi yaxşılıqlar yaşadır. Mehriban olmaq, qəlblərdə özünə xoş dualar qazanmaq, valideynə hörmət eləmək və s. nə qədər yaxşılıqlar saya bilərik ki, əgər insan qəlbindən sənə xoş dualar gəlirsə, bu sənin ömrünə təsir eləyəcək. Bu sənin ruzuva təsir eləyəcək. Yox, çətindəsən, onda bir araşdır gör sənin səhvin nədir? Hər kəs səhv eləyə bilər, ancaq aciz adam o adamdır ki, öz səhvini düzəltmək istəmir. İslamda ən böyük problem insanda olan cəhl-i mürəkkəbdir. Əxlaq elmində buna cəhl-i mürəkkəb deyirlər. Yəni bilmir və bilmək də istəmir ki, bilmir. Belə insanlar var. Bilmir, deyirsən falan şeyin cavabı budur. Yox. Özü bir dənə özünə əyri yol seçib, həmin yolda da özünü düz bilir. Ən çətin o adamı islah eləməkdir və çox vaxtı da mümkün olmuyor. Cəhalətin rəzalətidir o. Bilmir, bilmək də istəmir. Səhvdir, səhvin qəbul da eləmək istəmir. Ha ona deyəsən ki, bu getdiyin yol pisdir, deyəcək yox, bu yolu mən gedirəmsə, deməli bu yol yaxşıdır. Cəhl-i mürəkkəbi başa salmaq olmur. İnsan kamil varlıq deyil, insan yaşaya-yaşaya kamilləşir. Biz öz səhvlərimizi qəbul edib və çarəsində yollar axtarmalıyıq. Ola bilər mənim səhvim var, ola bilər sənin səhvin var. Səhv eləmək eyib deyil, səhvi düzəltməmək eyibdir. Bilməmək eyib deyil, amma öyrənməmək eyibdir. İnsan daim öz üstündə çalışmalıdır. Mən nəyi düz elədim, nəyi səhv elədim.